90, 99, 90 və yaxud 77, 70 nömrələrindən gələn zənglərlə bağlı araşdırmaya başlanıldı. Mənim də bir çox tanışlarıma bu nömrələrdən zəng gəlibdi, amma təəssüflər ki, hələ ki mənə gəlməyib. Ümumiyyətlə, mən də tanımadığım nömrələri heç vaxt açmıram. Qorxuludur. Sosial şəbəkələrdə 99, 90 və 77, 70 nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının uğurlandığı barədə iddialar yayılıb. Var belə iddialar, amma görək təsdiqini tapacaq. Təbii ki, bizim media xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarının müdaxilə hesablarından pul vəsaitlərinin uğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb. Yəni, təhlükəlidir, amma hələ ki banklara girə bilməyiblər. Heç kimin kartından, yəni bank kartından, hesabından hələ ki heç bir şey 1 manat doğrulaya bilməyiblər. Hazırda Daxili İşlər Nazirliyinin Aidiyyatı Baş İdarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsusi olacağı təqdirdə ictimaiyyətə təbii ki əlavə məlumat veriləcək və hər gün həmçinin 99, 90 nömrəsindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının uğurlandığı barədə hələ ki heç bir iddialar yayılmayıb da. Yəni hələ ki kimsə deməyib ki, mənim kartımdan 10 manat uğurladılar, mənim kartımdan 100 manat götürüldü, çəkildi və digər hələ ki bunlar öz təsdiqini tapmayıb, amma Daxili İşlər Nazirliyi sağ olsun həmən araşdırmaya başlayıb. Yəqin ki təsdiqini tapsa hər birimizə məlumat verəcək. Biz də sizlərə məlumat verəcəyik.